3 otaq 137 kvadrat ölçülü kupçalı bir mənzildə sizin qarşınızdayım. Mənzilin bir mətbəxi var ki, bəzi evlərin qonaq otağından da böyükdür və bu o evin qonaq otağından bir o qədər də istifadə etməyəcəksiniz. Mənzilin mətbəx hissəsini görürsünüz dəyərli izləyicilərimiz. Kifayət qədər geniş sahəyə malikdir. Mətbəxdən eyvana çıxış var ki, orada da belə bir yüngül bir yay mətbəxi kimi düzəldiblər. Baxın, ev sahibi özü üçün. Qazı, suyu, işığı daimdir, sənət kupçadır. Mənzilimiz Yeni Yasamal qəsəbəsi 308 nömrəli məktəbin yanında 13 mərtəbəli binanın 10-cu mərtəbəsində yerləşir. Çox gözəl, bahalı və keyfiyyətli materiallarla təmir olmuş bir mənzildir. Mənzildə çılçıraq, 2 televizor və gəbələr götürüləcək, yəni xalçalar. Qalan bütün əşya və elektronika mənzildə qalacaq dəyərli izləyicilərimiz. Keçək mənzilin təqdimatına. Burada mənzilin dəhliz hissəsi yerləşir. Baxın, belə bir geniş dəhliz hissəsi var. Mənzil özü də geniş proyektə malikdir. Burada mənzilin hamam tualet hissəsi, böyük yataq otağı, kiçik yataq otağı, qonaq otağı, mətbəxi, tualeti və geniş bir qardırob hissəsi yerləşir. Burada geniş bir üst geyimlərinizi rahatlıqla yerləşdirə biləcəyiniz qardırob hissəsi. Burada mənzilin tualet hissəsi yerləşir. Baxın, bu şəkildədir. Keyfiyyətli materiallar əsasında təmin olunub və aksesuarlarla birlikdə quraşdırılıb. Mətbəx hissəni sizlərə göstərdim. Bir daha belə bu şəkildə göstərim. Baxın, belə bir geniş mətbəx hissə var. Bu şəkildədir. Burada mənzilimizin qonaq otağı yerləşir. Baxın, belə bir gözəl qonaq otağı var. Qanuni 3 otaqdır. 13 mərtəbəli binanın 10-cu mərtəbəsində 137 kvadrat ölçülü kupçalı bir mənzil. Baxın, bu şəkildədir. Çılçıraqlar götürüləcək, qeyd etməyib, gəbələr götürüləcək. Bunların da əsas xüsusi mənəvi özəlliyi var. Onun üçün götürülür. Başqa heç bir problem yoxdur. Qazı, su, işıq daimdir. İstilik sistemi fərqli olaraq kombidir. Orta mənzildir. Burada isə mənzilin uşaq yataq otağı yerləşir. Baxın, belə bir yataq otağımız yerləşir burada. Yəni, balaca yataq otağıdır, uşaq yataq otağı demək. Digərinə nisbətən kiçik bir otaqdır. Bunu da sizlərə təqdim elədim. Burada isə mənzilin hamam tualet hissəsi yerləşir. İkinci sanitar qovşağı vanna olan hissəsidir. Burada da çaşa, bütün əşyalar, aksesuarlar yerləşdirilib. Keçək indi isə mənzilin əsas yataq otağını sizlərə təqdim edəcəm. Mənzilimizin əsas yataq otağı olan valideyn yataq otağı, yəni geniş yataq otağı yerləşir. Proyektdə heç bir itki yoxdur dəyərli izləyicilərimiz. Çox gözəl, səliqəli bir mənzildir. İndi isə mənzil haqqında ümumi məlumat verəcəm. Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, Ləziz restoranın arxa hissəsində 308 nömrəli məktəbin tam yanında 13 mərtəbəli binanın 12-ci mərtəbəsində 137 kvadrat ölçülü, qanuni 3 otaqlı, tam təmirli və bir çox əşyalarla birlikdə satılan kupçalı bir mənzili sizlərə təqdim elədim. Qiymət aşağıda və məlumat bölməsində qeyd olunacaq və real alıcıya endirim olunacaq. Mənzil haqqında bu qədər. Növbəti çəkilişdə görüşənədək.